Gəlin inteqraldan dəyişənin əldə edilməsi üsuluna aid belə bir suala baxaq. Bizə deyir ki, integral sinus 4x vurulsun kosinus x dx inteqralını hesablayın deyir. Burada mən sinus x-a bir t deyəcəm. Hər tərəfi diferensial yazacağım. D sinus x bərabər olur dt-yə. Sinus x-in diferensialı nədir? Kosinus x dx bərabərdir dt. Gətirək əvəzləmələri yerinə qoyaq. İntegral sinus x-a t demişdim. O t üstü 4 vurulsun. Kosinus x dx da bizdə dt-yə bərabərdir. T üstü 4 dt. Belə. Bu da nə olur? Bu da olur t üstü 5 bölünsün 5 plus s. T nə idi? Bizdə sinus x. Deməli olur sinus x üstü 5 bölünsün 5 plus s. Bu da bizim olur testin cavabı.